Bəs nəylə içəcəksiniz? Əlimlə. Tök bura görün. Əllərinizi yuyun. Balacalara nümunə göstərmək üçün yuvaq da. 1960-cı illərdə çəkilişi başlayan bir Azərbaycan filmi. Amma bu film təkcə ssenarisi ilə yox, çəkiliş meydançasında baş verən dəhşətli faciə ilə tarixə düşdü. Söhbət Mən ki gözəl deyildim filmindən gedir. Belə gizli faktları, unudulmuş film sirlərini və Azərbaycan kinosunun pərdə arxası hadisələrini izləmək üçün kanala abunə olmağı unutmayın. Çünki görünən səhnələrin arxasında çox vaxt heç kimin bilmədiyi həqiqətlər gizlənir. Bu ekran əsərinin ssenarisi Bayram Bayramov, Ağarza Quliyev və Igor Strekov tərəfindən yazılıb. Filmin rejissorları isə Ağarza Quliyev və Ramiz Əskərov. Filmin musiqilərini Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirov bəstələyib. Filmin əksər səhnələri Daşkəsənin Bayan kəndində lent alınmışdı.